Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında şəhid Zaur İsmailzadənin 30 illik yubileyinə əsr olunan xatirə konserti keçirildi. Əbədiyyətə qovuşan Ömür adlı tədbir Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyinin təşkilatçılığı ilə reallaşdı. Şəhid atalarının əllərindən öpürəm. Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyi olaraq hər zaman şəhid ailələrinin yanında olmuşuq. Bu günlərdə Vətən müharibəsi şəhidi Zaur İsmailzadənin 30 illik yubileyi qeyd olunur Rəşid Behbudov adına Mahnı Teatrında. Zaur İsmailzadə Vətən müharibəsi başlayandan ordu sıralarına könüllü olaraq qoşulmuşdur. Şəhidin anası, eyni zamanda 1-ci Qarabağ müharibəsi veteranı Sevil Hüseynova tədbirdə çıxış edərək övladının vətən yolunda göstərdiyi fədakarlıqdan bəhs etdi. Zaur o qədər vətənpərvər oğludur ki, inanın ki, Zaur Şəhidlər Xiyabanında 5 yaşında körpənin məzarında, adsız körpənin məzarında and içmişdi ki, quzum, məni bağışla ki, mən hələ sənin qisasını ala bilməmişəm. Məni kimi neçə əmilər, dayılar gözləyir ki, sənin qisasını alsınlar. O körpə qızın, neçə körpələrimizin, gəlinlərimizin, analarımızın qisasını aldılar. Hərbçi ailəsində böyüyən və uşaqlıqdan vətənə xidmət etmək kimi ali bir amalla tərbiyə olunan Zaur İsmailzadə 2020-ci ilin oktyabrında Füzuli uğrunda gedən döyüşlərdə şəhid olub. Tədbirdə şəhid Zaur İsmailzadənin əziz xatirəsinə əsr olunan video çarxda nümayiş etdirildi. 1995-ci ilin 29-unda Lənkəran rayonunda İstiçu qəsəbəsində anadan olub. Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Zaur İsmailzadə ölümündən sonra vətən uğrunda cəsur döyüşçü, Füzulinin azad olunmasına görə, Şuşanın azad olunmasına görə medalları ilə təltif edilib. Xanım Paşazadə, Zahir Zahidoğlu, Seymur Novruzov, Mədəniyyət xəbərləri.